Bismillahirrahmanirrahim. Behiştə daxil olan ilk şəxslər Həzrət Əlini sevənlərdir. Cəhənnəmə də daxil olan ilk şəxslər Həzrət Əlinə qəzəbli olanlardır. Bəli, imam özü birincidir, ilklərdəndir, öndə gedənlərdəndir. Kim imamı sevibsə, onlar da öndədir. İmamın sevgisi ilə, məhəbbəti ilə, əhl-i beyti sevməklə bağlı bax bu hədisləri vardır. Peyğəmbərimiz bunu belə buyurur. Hubbuka iman, ya Əli, səni sevmək imandır. Və buğduka nifaq, sənə qəzəbli olmaq, kin-küdrətli olmaq münafiqliyin əlamətidir. Və əvvəl mən yədxulul cənnətə muhibbuka, behiştə ilk daxil olan şəxs səni sevən şəxsdir. Və əvvəl mən yədxulun nar mubğiduka, və cəhənnəmə daxil olan ilk şəxs sənin qəzəbli olan şəxsdir. Bəli, behiştə daxil olan ilk şəxs imamı sevən, cəhənnəmə daxil olan ilk şəxs imama qəzəbli olandır. Əl-Fusulul Mühimmə 127-ci səhifə, Nurul Əbsar, o cümlədən Ərcəhül Mətalib kitablarında bu hədislər gəlmişdir.